Həyat fırtınanın keçməsini gözləmək deyil, yağışda rəqs etməyi öyrənməkdir. Bugün Beynəlxalq Rəqs günüdür və biz sizləri Bütün Vücudlar Danışır layihəmizə qoşulmağa dəvət edirik. Həyatınızın hansı mərhələsində olmağınızdan asılı olmayaraq, bəlkə çətinliklərlə üz-üzəsiniz, ya da ki, fasilə verib güc toplamağa çalışırsınız. Bəlkə də yeni insanlarla tanış olmaq, dostluqlar qurmaq və həyatınıza yaradıcılıq və fiziki fəaliyyəti gətirmək istəyirsiniz. Bizim məşğələlər məhz sizin üçündür. Çünki bizim üçün rəqs sadəcə hərəkət etmək deyil. Dans ability metodu vasitəsilə biz hər kəsin danışa biləcəyi ortaq bir dili öyrədirik. Bu dil özümüzü ifadə etməyi, bir-birimizlə ünsiyyət qurmağı, dostluqlar yaratmaq və inklüziv icmanın yaranmasına bir vasitədir. Biz birlikdə fərqlilikləri birləşdirən, aidiyyət hissi yaradan bir icma qururuq. Bizə qoşulun. Tək olmadığınızı hiss edin. Gəlin tək-tək deyil, birlikdə rəqs edək. Çünki həyatı birlikdə yaşadıqca özümüzü daha güclü hiss edirik.